Dostlar salam, hər vaxtınız xeyir. Qarşınızda Wins Akademiyadan Fuad müəllimdir. Bu gün qarşımızda nisbə vəzli ilə bağlı bir testimiz var. İlk etapda şagirdi biraz qarışıq görünə bilər bu qayda, amma əslində çox rahatdır və şablon düsturları var. Burada biz nəyə baxmalıyıq? Nöqtədən, bax bu hissədən həm əvvələ baxacağıq, həm sonraya baxacağıq. Nöqtədən əvvəl nə gəlib, nöqtədən sonra nə gəlib? Nöqtədən əvvəl baxın burada qeyd olunub düstur. Əgər insanı bildirən hər hansı bir söz gəlibsə və nöqtədən sonra mübtəda plus xəbər gəlibsə ki, baxın o hissə mübtəda və xəbər gəlib. Baxın bu hissə nöqtədən əvvəldə qız gəlib. Nöqtədən əvvəlki söz nədir? Qız, canlı, insanı bildirir. O halda nöqtədən əvvəl insan, nöqtədən sonra mübtəda plus xəbər gəlirsə, ortada baxın burada qeyd olunub. Who, whom, that və boşluq gələ bilər. İndi baxırıq variantlarda bu adamlar hansı var? Cavab qalır D variantı. Məsəl üçün bunlardan C niyə səhvdir? Məsəl üçün who'dan sonra mütləq ki isim gəlməlidir. What'dan əvvəl isim gələ bilməz. Baxın nöqtədən əvvəl isim gəlib. Heç vaxt A variantı what'dan əvvəl isim gələ bilməz. B variantı which niyə səhvdir? Çünki which'dən əvvəl cansız hər hansı bir isim və ya heyvanlarla bağlı bir söz gəlməlidir. Ona görə cavab qalır D variantı.